Dəyərli abituriyentlərimiz, blok imtahanında istifadə oluna biləcək növbəti bir sual tipini təqdim edirəm. Hansı ki, bu sual məhz 11 may OTK sınavına istifadə olunmuşdur. Bir daha izahını təqdim edirəm. Sonuna qədər izləyirsiniz. Eyni zamanda bu cür sualların izahını izləməkdən ötürü mütləq bizim həm YouTube kanalımıza, təbii ki, YouTube kanalımız Elnur Mehdilidir. Yəni orada da eyni adlanır. Həm bizim YouTube kanalımıza, həmçinin TikTok səhifəmizə demək abunə olaraq bu cür videolar izləyə bilərsiniz. Möhtəşəm bir sual izahıdır. Sonuna qədər izləyin. Keçək izahımıza yoldaşlar. Demək deyək ki, cümlələr əsasında cədvəldəki doğru fikirlər müəyyən. Təbii ki, yoldaşlar, bizə doğru fikirlər lazımdır. İçəri girər-girməz otağın qapısı çəkilib bağlandı və qıfıllandı. İpi yaylığa bağlayıb, ipin digər ucu dişində divar dırmaşdı. Baxın, yoldaşlar, birinci bizə verilən fikir hər iki cümləyə aid olmalıdır. İkinci isə cümlələrdə yalnız birinə aiddir. Yəni, demir, birinci və ikinci cümlə sadəcə olaraq hər hansı birinə aid olmalı. Baxın. Deyir yoldaşlar, yalnız qrammatik mənası olan nitq hissəsi işləm, yəni köməkçi nitq hissəsindən söhbət edir. Görək, doğrudanmı hər iki nitq cümlədə varmı? İçəri girər-girməz otağın qapısı çəkilib bağlandı və təbii ki, burada yalnız qrammatik mənası olan nitq hissəmiz var, yəni bağlayıcımız var. İpi yaylığa bağlayıb, ipin digər ucunu dişində divara dırmaşdı. İkinci cümləmizdə isə bizim köməkçi nitq hissəsi olmadığı üçün birinci fikrimiz bizim yanlışdır. Fe'li birləşmə vardı, bəli, baxın, içəri girər-girməz, baxın, burada fe'li birləşmə var. Eyni zamanda ipi yaylığa bağlayıb, burada demək fe'li, hər iki cümlədə fe'li bağlama var. Təbii ki, ikinci fikir doğrudur. Altdan xətt çəkilmiş məlum növdə olan fe'llər keçmiş zamandadır. Görə doğrudanmı məlum növdədirmi bu fe'llər və yaxud keçmiş zamandadırmı? Qıfıllanan söz yoldaşlar məhsul növdədir. Qıfıl, qıfılla, qıfıllan, qıfıllan. Təbii ki, bu məhsul növdür. Eyni zamanda divara dırmaşdı. Bu məlum növdə olmaq baxmayaraq, amma birinci sözümüz bizim məhsul növdədir. Demək ki, bu hər iki cümləyə olan fikir kimi götürə bilmərik. Cümlənin yalnız birinə aiddir. Məhsul növdə olan 3 fe'l vardır. Görək doğrudanmı məhsul növdə olan 3 fe'l varmı? Baxaq yoldaşlar. Demək, içəri girər-girməz qapısı çəkilib. Baxın yoldaşlar, çəkil. Məhsul növünün biri bu. Bağlandı, bağla, bağlan, bağlan. Məhsul növünün ikincisi. Qıfıllandı, bu da məhsul növünün üçüncüsü. Demək, bir cümlədə 3 məhsul növ var. Digərini varmı? İpi yaylığa bağlayıb, digər ucu ilə dişində divara dırmaşdı. İkinci cümləmizdə bizim məhsul növdə olan fe'l yoxdur, amma birinci cümləmizdə 3 məhsul növdə olan fe'l var. Təbii ki, 4 da doğru fikir kimi qeyd edirik. Hal şəkilçili və mənsubiyyət şəkilçili isimlər işlənib. Görək ki, varmı doğrudan da? Hal və mənsubiyyət şəkilçili isimlər. Otağın məsələn ciyəli çaldı, qapısı təbii ki, mənsubiyyət şəkilçili isimdir. Digəri varmı? İpi yaylığa, ipi təbii ki, demək, hal şəkilçisi bağlayıb, ipin digər ucu, bəli, baxın, ipin ucu, mənsubiyyət də var, hal da var. 5 yoldaşlar hər iki cümlə aid olduğu üçün mən 5'i götürməyəcəyəm. İki nitq hissəsinin xüsusiyyətini daşıyan söz işlərim, yəni iki nitqdən xüsusiyyətini daşıyan sözlər yolu şanslardır. Məsdər, fe'l, sifət, fe'l bağlamadır. Görək hər birisində fe'li bağlama varmı? Baxın yoldaşlar, demək, biz görürük kimi birinci cümlədə bəli, içəri girər-girməz fe'li bağlama burada da var, eyni zamanda bağlayıb fe'li bağlama burada da var. Hər ikisində iki nitqdən xüsusiyyət daşıyan sözlər olduğu üçün bu da demək, üzr istəyirəm, bu hər iki cümləyə aiddir. Bizə isə deyir ki, yalnız bir cümləyə aid olsun. Demək, bu da demək yanlış fikirdir. Baxın, bizim doğru fikrimiz demək, hər iki cümləyə aid olan 2'dir, yalnız bir cümləyə aid olan isə 4'dir. Demək, yoldaşlar, bizim doğru cavabımız olacaq 2 və 4. Belə dəyərli yoldaşlar, diqqətinizə görə təşəkkür edirəm. Növbəti videoda görüşəcək. Minnətdarım.